Hər vaxtınız xeyir dəyərli izləyicilərim. Bugün çox ləzzətli ləzzət bombaları hazırlamışam və istədim ki, bu 2 dəqiqəlik videoda sizinlə resepti tez bölüşüm. Elə isə keçək hazırlama qaydasına. Bizə lazımdır xırda doğranmış qoz, toyuq filesi, gavalı qurusu və xırda doğranmış turş alma. Qeyd edim ki, alma yaşıl, qırmızı fərq eləmir. Sadəcə diqqət edin ki, turş olsun. Baxın, hamısını bir qaba yerləşdirib, üzərinə də zövqə görə duz, istiot və mayonezi əlavə edib qarışdırıram. Gördüyünüz kimi çox qısa müddətdə hazırlanır və dadı da möhtəşəmdir. Ona görə israr edirəm ki, bu resepti mütləq yoxlayın. Bu hissədə isə artıq qaşıq yardımı ilə əlimə alıram və balaca toplar hazırlayıram. Görüntüsü də daha qəşəng olsun deyə belə qoz ləpəsinə də batırıb üzərini bəzəyirəm. Reseptimi əgər faydalı hesab etdinizsə, bəyənsəniz və fikirlərinizi şərhlərdə bildirsəniz çox sevinərəm. Beləliklə 10 dəqiqəyə hazırlaya biləcəyiniz praktik resept tam hazırdır. Bu dəfəlik məndən bu qədər dəyərli izləyicilərim. Növbəti videoda mütləq ki görüşərik. Hələlik.